Hər kəsə salam. Keçən dəfə biz qonaqlarımızla bir yerdə kofe dəmlədik. Bu dəfə fərqli bir üsul yoxlayacağıq. Bəli, keçən dəfə bir dənə kofeni fərqli dəmləmə üsulları ilə, amma eyni, yəni perkolasiya ilə necə daha yaxşı dəmləmək olar reseptini çıxartmağa çalışdıq. Bu dəfə də istəyirik ki, yenə başqa bir dəmləmə üsulu ilə birazdan tanış eləyəcəyik. Bəsdirin. Mən yox, ancaq soxmuş kofeni. Ölkə çay ölkəsi çay dəmləyin. Müəllim gəldi sənə. Bəxtiyar in the house. Bəxtiyar bir ayda yoxdur. Bəxtiyar. Məndən soruşurdular tez-tez ki, Bəxtiyar hanı? Görürsüz, Bəxtiyar burdadır. Bu da Bəxtiyar. Müəllim bir ayda yoxdur. Biz əlbəttə ki, çox adam həm belə deyim kommentlərdən, həm də ümumi auradan belə başa düşdük ki, siz bizi Bəxtiyarsız fikirləşmisiniz, amma biz elə Bəxtiyarlanırıq. Bəxtiyar da elə bizlə deyil. Deməli, kaskara nədir? Ümumi olaraq ölkə bazarında kaskaranın nə çox tanınıb deyərəm, nə də ki, heç tanınmayıb demərəm. Tanıyanlar tanıyır, bilən bilir, kofe bir meyvədir. Meyvə müəyyən proseslərdən keçir. Həmin proseslərdən biri də natural proses, honey proses və wash prosesdir. Yəni qurudulmuş proses, yuyulmuş proses və honey, yəni bal adlandırılan bir prosesdir. Əlbəttə wash prosesdə də kaskaradan istifadə olunur, amma kaskaranın ən aromatik və ən daha belə kompleks dadlı növü natural və honey proseslərdən çıxır. Bu necə bir şeydir? Kofenin meyvəsini depripatordan keçirdikdən sonra pulpalar və ya quruduqdan sonra pulpalar tullanılır bəzən. Amma uzun bir müddət artıq bu pulpalardan da fermerlər və traderlər istifadə edirlər. Həmin pulpaları atmırlar, onu qurudurlar və ondan çay kimi istifadə edirlər. Hətta bəzi miflərə görə düzgün deyir. Hətta bəzi miflərə görə kaskaranın pulpalarını qurutmurlar, sadəcə olduğu kimi saxlayırlar və tərkibi 10-12% nəmişliyə gəlib çatana qədər, belə deyim, yəni kaskaranın pulpası da 10-12% nəmişliyə çatır, ondan sonra onu dəmləyirlər. Bizə göndərilir. Yəni mən açığı buna inanıram. Hətta bizdə kofenin bilirsiniz, biz Bayerski şirkəti, yəni kofenin yaşıl dənləri üzrə də professional komandaya malikdir. Biz yaşıl dənlərin nəmişlik faizini, sıxlığını, hamısını ölçmək üçün bizim avadanlıqlarımız var. Bu avadanlıqların birində də mən kaskaranı yoxlamışam. Yəni nəmişliyi yuxarı olan kaskaraların dadları daha kompleksli olub, daha aromatik olub. Müəllim, kaskara necə baxırsan? Ümumiyyətlə nə fikirləşirsən kaskaranın bu? Yaxşıdır. Maraqlı kombinasiyalar çıxarmaq olar oyuna. Həm kofe ilə, həm xüsusi içkilərlə. Səhv eləmirəmsə, bu axırıncı dünya çempionu oldu Avstraliya Jack Simpson. O special drinkində kaskaradan istifadə edib. Maraqlı söhbətdir. Qəşəng söhbət. İki tərəfli söhbətdir. Mən də indi sizə şey göstərəcəm. Bir kofe olsaydı Aeropress'in içindən dünyanı necə görərdiniz? Bu nə deyir hə? Usta belə olur hə? Belə ustam olar hə? Məsələn, filtrini aç, oradan görün nə idi. Deşi görsən hər yerdən. İndi kaskaranı dəmləmək istəsən keçəcəyik. Kaskaranın əsas hissələrindən biri nədir? Bir coffee shop niyə kaskaradan istifadə eləsin? Şirkətlər kaskaradan istifadə edir o məqsədlə ki, bu yeni bir dəmləmə üsuludur. Yəni yeni bir dəmləmə növüdür. Kaskara ümumən istifadə olunmalıdır coffee shopda ona görə ki, yəni insanlar nə qədər başa düşürəm biz çay ölkəsiyik, çayı bəyənirik, prosta hara kimi qardaş. Çayın da bir yeri vardır. Bir yerdən sonra dirənir, getmir. Yəni armudlu stəkan, mən armudlu stəkanda çayı çox bəyənirəm şəxsən. Tez-tez içirəm. Heç vaxt çayı armudlu stəkan olmasa o dadı ala bilmirəm. Amma kaskara kofe ilə çayın ikisinin birləşimidir. Buna filtr kofe də deyirlər. Bəzən deyirlər ki, müəllim düzdür. Kaskara yeni deməyək də unutulmuş bir metod idi, yenidən kəşf olunmuş. Çünki bəli, dərinliyə gedəndə bir çox şey əslində var olub, sonra unudulub, sonra yenidən kəşf olunur. Bu əsrlər boyu belə gedir. Düzdür. Əslində kaskara belə bir şeydir ki, yəni kofenin filtr dəmləmə üsulunu, yəni kofe necə filtr olmur. Filtr olanda, yəni filtr kofeni istifadə edirlər, belə çay bədənli deyirlər, onu kaskara kimi istifadə, yəni çay kimi istifadə edirlər bəzən. Necə? Yəni çay içkisi kimi yox, çay təpə tutmuyor. Yəni daha çay bədənli sözü termin halına gəlib. Bunu insanlara verirlər ki, Amerikanla daha yüngüldür axı. Ona görə də verirlər insanlara ki, gələ. Yəni məsələ budur. Amma kaskaranı biz nəyə görə konkret olaraq biz kaskaranı versək, sual yaranır burada. Biz bunu kofe kimi təqdim eləyək, çay kimi təqdim eləyək. Çay kimi təqdim edək. Əslində çay kimi təqdim eləmək lazımdır. Sadəcə bildirmək lazımdır ki, kofeinli bir Və çaydır. bunun tərkibində olan kofein, yəni kofenin yarısı qədər kofeinə malikdir, elə deyirlər. Və çayın tərkibində də kofein var. Yaşıl çayın tərkibində də çox kofein var. Teobramin var, taurin var. Bunların hamısı bu alkaloid adlanır da. Bunlar hamısı alkaloidlərdir. Bunlar var çayın da tərkibində. Prosta belə deyim də, kaskara kofedən əmələ gələn bir çaydır. Onsuz da ən əvvəllərdə Efiopiyanın Kaffa şəhərində
kofeni ən birinci nə ediblər? Götürüblər o meyvəni, kompot kimi də atıblar. Nələr necə eləyir? Atırlar çayınçına həmin o meyvəni. Atıblar, qaynadıblar. İndi elə bil ki, eyni şey eləyirsiniz, sadəcə içində dən yoxdur. Pulpasıdır, onsuz da o prosesdən keçdiyinə görə müəyyən kimyəvi proseslər orada gedib. Mən hətta fermentasiya olunmuş, hətta infuz olunmuş kofenin kaskarasını içmişəm. Panama geçən içmişəm, bir dənə kofe var, Yamayka kofesi. Blue Mountain var, eşitmisiniz? Blue Mountain kaskarasını içmişəm. Blue Mountain kaskarası dəhşət idi. Yəni çox fərqlidir. Prosta necə bir şeydir? Yəni onu mən necə istifadə edirəm? Kaskaranı, həm o kaskaranı, həm də bu kaskaranı. Mən belə istifadə edirəm kaskaranı ki, həm çay kimi bir təqdim edirəm. Həm də məsəl üçün X-də məsəl üçün qəhvəxana, coffee shop var bir dənə. Həmin coffee shopda kaskaradan müəyyən miksologiyadan istifadə edirəm. Kaskara ilə toniki qatışdıraram. Apelsin freshdən kaskaradan nəsə bir içki düzəldiblər, əla içkidir. Məsəl üçün Asnovalar düzəldirəm. Asnova yəni içkinin fundamentinə aid bir hissədir. Onu düzəldirəm. Necə bir şeydir? Vişnə ilə düzəldə bilərsən kaskaranla, apelsinlə düzəldirlər. Kaskara ilə qəşəng çay mayalandırıb kombuça stili şeydə çıxartır. Eləyə bilərsiniz kombuça. Yəni belə şeylər kaskara çox universal bir şeydir. Yəni müəyyən olunmuş bir şeydir ki, bu barda çox lazımlıdır. Kofe içməkdən yorulmusunuz, Ona çay görə kaskara içməkdən için. yorulmusunuz, kaskar için. Bəli. İndi mən sizə kaskaranı dəmləyirəm. Müəllim icazəniz var mən dəmləyim. Bəxtiyar müəllim, Məhəmməd müəllim. Niyə görə müəllim deyirik? Çünki bizim sferamızda müəllim çoxdur. Bəli. Müəllim çoxdur. Deyir bir dənə hədis var. İndi hədis belədir ki, hamıya o qədər dəyər veriblər ki, dəyər sözü dəyərdən düşüb. Round. Bir rəvayət var idi. Kaskara necə dəmlənilir? Ümumiyyətlə kaskaranı dəmləmə üsulu necədir? Biz götürürük kaskaranı, hardasa bir nəfərlik, bir postsun deyək, 10-15 qram kaskaranı 200-250 milli suya, indi bu dad balansın kimə necə rahatdırsa, ümumi mən 10 milli, yəni 1-ə 10 reytiyona 10 milli götürürəm kaskara, 200 milli su əlavə edirəm, 90-95 dərəcə sudan istifadə olunur. Mən 92 dərəcədən istifadə edirəm. Hansı 4-6 dəqiqə gözləyirik. Mən 92 dərəcədən istifadə edib 4 dəqiqə gözləyirəm. Çünki bizim kaskaramız natural kofe dənəsinin pulpasıdır, yəni kaskarasıdır. Yəni kofe naturaldır və onun qabığı belə deyim, özü də avtomatik olaraq naturaldır. Natural. 10 qram kofe əlavə elədik. Niyə sözümü kəsmisiniz? Kofedir bu. Kofedir bu. 10.5 oldu. Eybi yoxsun, canınız sağ olsun müəllim. Suya əlavə edirik. Gəl bura. Bu Azərdir. İndi Azər girir tamam kadr girməyə. Bu Azər müəllimdir. Azər. Salam. Bu gün bizim qonağımızdır. Bəxtiyarın qabağını tanımadı. Bu cür şəxsiyyətdir. Bəxtiyar qardaşım istəyirəm sən. Bu Azər bizim. Mikrofonsuz olan kim var mənə yaxın deyərsiniz. Hə, bu Azər Bəxtiyar. Mikrofonsuz Azər burdadır. Azər mikrofonsuz. Mikrofonlu Azər. Yəni belə. Azər kimdir? Yəni bizim bugünkü planımızda Azər yox idi, amma indi Qafqaz girib kadra. Müəllim icazəniz varsa Azəri tanıdım. Azər kimdir? Azər bizim kofe sferasının önəmli kadrlarından biridir. Kofe sferasındakı bəzi kadrlardan daha vacibdir Azər. Yəni Azər Bariska şirkətinə kofelerin paketlənməyindən satışa gedən kofelerin, hansı ki müştərilərimizə çatdırdığımız kofelerin çatdırılmasından məsul şəxsdir. Azər bəy görürsüz, maşallah. Siz kofesiz qalmayasınız deyə Azər burdadır. Siz kofesiz qalmayasınız deyə Bariska şirkətinin kofeleриndən daha düzgün və istifadə edəsiniz deyə Azər bəy burada paketlənmə işinə Bəli, mən bazar günü buradayam. Azər nə sloqan verirsiniz Bəxtiyar? Siz çatdırmırsınız, Azər çatdırır. Bəxtiyar elə danışmışkən, hardaydın bu vaxtacan? Hə, mən yazılı izahat çatdıra bilmədiyimə görə artıq birbaşa iclas təşkil olundu. Biraz başım qarışıq idi iclaslarla. Bu arada siz Bəxtiyara bütün konsaltinqlə bağlı yaxınlaşa bilərsiniz. Bəxtiyar çoxdan aramızda yox idi. Bir aydır. Mən özüm Bəxtiyar bu rahat bir aydır görmürəm hardasın. Aradakı bir dənə Azərin adını gördük Bəxtiyar zət belə. Yəni belə çoxdan görmürəm. Bəxtiyar bizim ürəyimizdir. Bəxtiyar saçı da var, açıqısı da var. Çox sağ olun. Belə. Minnətdaram. Bəxtiyar dayanmır. Bəxtiyar dayanmır. Dayanmır. Bəxtiyar. Yəni ümumi məqsədimiz nədir? Bu kaskaranı çəkməkdə qısa videoda bugünkü videomuz. Səncə Məhəmmədin işi asan da olsun. Həm də biz buradan sizə bir elan eləmək istəyirik. İnşallah Bəxtiyar müəllim icazə verər. Bizim istəyimiz nədir? Biz istəyirik ki, bizim bu proyektimizlə bağlı görüş keçirdək. Bizim üçümüz, mən, Bəxtiyar, Məhəmməd 20 nəfərlik bir görüş təyin edək. Görüşün girişi ödənişli olacaq, amma çox az məbləğ. Məqsəd orada nədir?
Məqsəd orada tam səmimi, tam şəffaf və düzgün formada olan söhbətdir. Orada söhbətə tam səmimi olacaq, gələcək. Söhbətin çəkilişi olmayacaq, amma ümumi kadrlar olacaq, amma söhbətin çəkilişi olmayacaq. Dəstək xarakterli kimsə gəlmək istəsə buyurub gələ bilər. 3 mövzu haqqında danışıq olacaq. Birinci mövzunu biz özümüz seçirik. Hə, 3 mövzu haqqında danışıq istəyirik eləyək. Bir mövzu haqqında mən, bir mövzu haqqında Bəxtiyar, bir mövzu haqqında Məhəmməd. Mövzunun biri biz tərəfdə seçiləcək. Biz üçümüz tərəfindən seçiləcək. Digər 2 mövzu gələn iştirakçılar tərəfindən yerində seçiləcək. Bu görüşdə kim iştirak etmək istəyirsə, 20 nəfər, yəni vaxt qoymuruq bu gün, sabah, bir gün 20 nəfər yığılana qədər vaxtımız var. İnşallah bu görüş təyin olunsun. Orada bütün mövzuları tam şəffaf şəkildə ürəyi istəyən mövzunu verə bilərsiniz. Şəxsi sualları da verə bilərsiniz, cavablandıracağıq. Nə fikirləşsən bu barədə Bəxtiyar? Alınsa sizə bəzi sürprizlərimiz də olacaq. Gedişata əsasən izləmədə qalın. 100%. Bəli, 100%. Deyir, yavaş-yavaş abi heyran arra soxaqdasan. Bəli, Adanadan qonaqlarımız da gəlib. Uzun müddətdir yox idim. Mən izləmədə idim, görüm nə baş verir, nə gedir. 4 dəqiqə buyur mənim. Ümumiyyətlə nə fikirləşirsən Bəxtiyar bu barədə? Yəni uzun müddətdir yoxsan bu çəkilişlər barədə. Mən izləmədə idim. Nə bilim, açqım da var. Siz də saçım izləmədə da qalın. var. Açıqsı da var, saçı da var. Kofedən də başım çıxır. Niyə vlog çəkməyim? Hamı qədər yox, müəllim. Ölkədə Olsun, mən fan səhifələri idarə eləmirəm. Bəli, qəşəng, qəşəng. Yəni, Bəxtiyar, bir dənə sənin sualım var. buyur. Grinderi necə istifadə etmək lazımdır? Bir dənə zəhmət olmasa bizə komandantın istifadə qaydasını göstər. İlk öncə ən vacib məsələ hər kofe üydəndən sonra daima grinderi təmizləmək lazımdır. Çünki hər dəfə fərqli çəkirdək istifadə elədikcə istər-istəməz onun yağları, tərkibində olan tozlar yatır qalır. Və digər ən vacib məsələ kalibrovka söhbəti. Daima grinderin kalibrovkasına diqqət etmək lazımdır. Açılış qaydası. İlk öncə təmizliyə baxırıq. Xüsusi şotkalar olur təmizləmək üçün. Bəli, bizdə var. Sıfırlamaq lazımdır. Fərqi yoxdur. Eyni klik belə olsa yenə sıfırlayıb yenidən başlatmaq lazımdır. Yəqin yadınızdadır necə sıfırlanır. Keçən dəfəki qısa metrajlı filmdə biz onu sıfırladıq. Bəli, bəli. Digər məsələlərdən biri daima grinderi qorumaq lazımdır. Çünki metal ola bilər. Amma bu onun həssas olmadığı mənasına gəlmir. Bəli. Hər zaman qorumaq lazımdır. Gəldi əsas məsələ, onu necə üyüdmək lazımdır. Onu necə ütmək lazımdır. Bəli. O vaxtı Dostlar idi hər bir yanım. bunu hər kəsin fərqli bir şeyi var. Mən Sən belə üyüd burada. belə təəssüf ki, mən burada kley yapışdırmıram. Sadə formada. Bəxtiyar hal-hazırda kofe üyüdür. Açqısı var, saçı var, kofe üyüdür. Kofe üyüdür. Bəxtiyar kofeni üyütdüysə göstərdi. Qardaş, hələ də mən kofe üyüdənlər arasında kofeni üyüdəndə grinderdən başqa məqsədlərlə istifadə edən adamlar görürəm. Mən şey satım, misal üçün belə. Bu mənə görə mənası. Əyməsən düz saxlaya bilərsən də. Yox, düz saxlamaqda əslində məsələ bir sənədir. Belə saxlayanı daha sürətli üyüdürsən. Belə saxlayanı yatay şəkildə olurdu ya, onunla gedib o dibə çatmağı falan xeyli vaxt aparır. Bəli. Birbaşa tut belə, fırlat. Müəllim, çayımız hazırdır. Sözü balla kəsim. Bal da içəridədir, gətirəcəm biraz. Çay 4 dəqiqə dəmləndi. 4 dəqiqədən sonra əlavə elədim. Həmən o dəqiqə içə bilərsiniz. Mən o 4 dəqiqədən sonra əlavə bir 3 dəqiqə gözləməyi seçirəm. Nəzərdə çatdırım ki, bu çay deyə bunu qaynar içmə məcburiyyətinə deyilsiniz. Yenə də qaynar da içsəz müəyyən bir dad alacaqsınız, əlbəttə fərqli. Amma bunun daha ideal dadını almaq istəyirsinizsə, hardasa 60-65, hətta ondan da aşağı biraz dərəcələrdə bunu içə bilərsiniz. Nə dadlar hiss edirsiniz? Azər gəl. Elə bil ballı su içirik. Bal mənə deyirdi. Bal bəli Azər. Bal gəldi. Ozona zordur da bu. Sən nəyi xatırlayır? Son vaxtda evdəkilər var idi, bişirəndə klubnikanı peso qatırdılar. Oxşar dad. Bu dadlar nə ilə? Dadlar nədir? Hal-hazırda burdan çox şirin notlar gəlir. Yəni hiss etdiyimiz dadlar kofenin dadından və çayın dadından, hərəsindən biraz götürülmüş kimidir. Yəni kaskaranın, yəni belə deyim, özəlliyi sırf onun bu dadındadır. Həm qoxusuyla, həm dadıyla, həm adi çaylarda, məsələn meyvəli çaylar var. Düzdür, hamımız içmişik. Burada karamel notu var. Natural olduğu üçün axırda aftertaste-də biraz acılıq qalır. O çay acılığıdır, belə deyim, qoz acılığıdır qalır. Meyvə dadları var. İt burnu.
Amma Şipovnik. turş olan yox, şirin. Hə, şipovnik dadı var. Ağız büzücülüyü yoxdur. Adətən çay çox dəmlənəndə və yaxud dəmlənmiş çay hissəsi çox olanda, məsəl üçün də indi bunu ratio adlandıraq. Bu adi çaya da aiddir də, bu miqyas bilirsiniz də. Mən adi çayı da çox dəmləsəm, dəmini çox eləsəm, o çay ağız büzür, çünki dəmi çoxdur. Bunun mən düşünürəm ki, 1-ə 10 ratiosu əladır. Ratio bu arada Azərbaycan dilində nisbilik anlamında. Nisbət, bəli, nisbət. Nisbət olsun. Bəli. Yəni 1-in 15-ə deyəndə kofenin 1 qramının suyun 15 millisinə olan nisbətindən söhbət gedir. Çox əladır. Həqiqətən. Gəl meyvə dadı gəlir. Könlümdən şey keçir. Instagram səhifəmə Qara gilə meyvə dadı gəlir. Deyən nəsə deyir. sonuncu ska çempionatında 10-cu yer olmaq yazım. Semfinalist sad belə yazım oldu. Bəxtiyar ürəyi doldu. Yəni belə bugünkü məqsədimiz Kaskara çayını sizlərlə tanış eləməkdir. Mən yoxsa 5 dənə coffee shop-a gedib Kaskara içmək istəmişəm. Deyirəm Kaskara, baxır üzümə, deyir Kaskara nədir? Deyirəm heç nə bu Amerikanadır. Çünki belə deyim də, Kaskara onsuz da biz istədiyimiz növləri, hansı ki kofe növləri hər yerdə tapa bilmirik. Kaskara elə bir şeydir ki, hər ağız dadına uyğundur. Belə deyim, bundan hamı istifadə edə bilər rahat. Hətta gəlin biraz maraq üçün elə belə Kaskaramıza 5 milli bypass eləyək. Vüsata buradan salam göndərək. Vüsata da salamlar buradan. Kaskaranı bypass elədik. Əminik ki, o burada olsa o da eləyərdi. Vüsat adi suya da bypass eləyir. Təbii olaraq bədəni düşdü. Daha şirinliyi biraz qalxdı. Turşuluğu itdi. Bax da müəllim. Müəllim gözü ilə necə? Bəxtiyar uzaqdan baxır. Gözü ilə Gözü kaping eləyir sənə. Ay kaping. Qəşəng. Yəni istifadə qaydası, hətta Gözlərim. mən sizə bir söz deyim, məncə bundan şey də eləyə bilərlər. Bəlli bir miqdarda kaskaranı nastoyka kimi düzəldib limonad və s. istifadə vermək 100%. olar. Yəni, Kaskara limonad 100%. Füyüstü düzəldən, homemade füyüstü düzəldən coffee shoplar var. Müəyyən üsullardan istifadə edilən shake, yenə də sirop. Ümumiyyətlə heç bir meyvədən, heç bir siropdan istifadə etməyib, kaskaradan istifadə edə bilərsiniz. Ümumiyyətcə kaskaranı dəmləyəndən sonra soyudursan, içərisinə də passion fruit pürə qatıb shake eləyirsən. Çox qəşəng ice tea alınır. Eləmisən? Hə, çox qəşəng alınır. Yoxlayaq. Yəni bugünkü videomuzun mövzusu bu idi. Kaskara və yenə də ironiyalar bəzi. Kaskara ümumiyyətlə mənə elə gəlir ki, bütün coffee shopda olmalıdır. Bilmirəm siz nə fikirləşirsiniz? Mən bütün coffee shopda kaskaranın Məncə də olmalıdır. Mən coffee shopda mütləq qoyaram kaskaranı. Dəstəkləyirəm ki, kofe shoplarda kaskara olsun, verilişlərdə də sponsor olsun. Verilişlərdə sponsor olsun. Bəli. Bizim sponsora da ehtiyacımız yoxdur, indən deyirəm. Biz özümüzə bəsiyik. Amma ki, bəzi kadrlara sponsorlar olmaq olar. Əgər şirkətlər, Azərbaycan kofe şirkətlərinin bəziləri bəzi kadrlara sponsor olsa pis olmaz. Çünki həqiqətən ölkədə kadrlar var ki, az da olsa inkişaf eləmək üçün onlar ona layiqdir. Onlara biraz maddi tərəfdən kömək olunsa, onlar yaxşı tərəfə inkişaf edə bilərlər. Və inkişafın da həm pis, həm yaxşı tərəfi var. İnsan belə deyim də, daxilən pis ola bilər və inkişafa daha da pisliyini daha da inkişaf elətdirə bilər. Bunları da yəni səhv şey təbliğ edə bilər. Bunları da insanlar inkişaf kimi görür. Halbuki səhv təbliğ səhvdir. Su dəmləyək. Su dəmləyək. Su dadlandırması. Bir gün su dəmləyək. Fərqli suları dadlandırma eləyək. Eləyək. Mən eləmişəm şəxsən özüm üçün bunu Avropa çempionatına hazırlaşanda. Eləyək. Bir gün su dadlandırması Su kapingi, bəli. Su nədir? Davamına da defekt kofe dəmləyək. Məncə hətta bir gün yığışaq, danışaq. Gedək rayondan bir dağ tapaq, onun ətəyini normal çəkiliş edək. Samavar çaydı içək amma. Dora kimi getmiş. Sağ olun. Öpürük sizi, əziz bizi izləyənlər, qadanızı alın, əziz bizi izləyənlər. Əziz bizi hər kim izləyirsənsə. Əziz bizi hər kim izləyirsənsə, ey əziz hər kim kaskara dəmləməyi bu gün öyrəndin, xəyal elədinsə sən, mütləq kaskaranı sifariş eləyin, ya evlərdə, ya coffee shoplarda bunu istifadə eləyin. Biz işləyik, yəni xoşbəxtlik halımızdan məmnunuq. Bizim varımızdır, ürəyimiz istəyəndə açıb içirik. Yəni belə də 2-1-0. Kaskara yəni hiss eləmirik. Kaskara istəyirsən, gəlsən içirsən. Kaskara istəyirsən. Yəni canınızı sıxmayın. Sıxacaq bir şey yoxdur. Hə, kaskara Yoxdursa sifariş verin, al. çox belə dərd eləməyin. Yəni kaskaradır. Sadəcə sizlə kaskaranın arasındakı maneə birinci informasiya idi. İnformasiyanı verdik. Tək maneə nədir? Sifariş eləmək. Sifariş eləyin, pulunu ödəyin, kaskaranı için, dadına baxın. Həqiqətən, yəni bu tip şeylərə açıq olun. Elə düşünməyin ki, bunu alacağam, yatmış pul da əlimdə qalacaq. Yox, belə deyil. İnsanlar yeniliyə açıqdır. Yeniliklə tanış eləmirsiniz deyə onların yeniliyə bağlı olduğunu fikirləşirsiniz. Sadəcə tanış deyirlər. Siz kaskaranı tanıdınız, indi görün kaskaranın satışınız çox olacaq.
20 dəqiqəlik videonu Məhəmməd kəsib 1 dəqiqə eləyəcək. 59 dəqiqə ikisindən video düzəltmişəm, Məhəmməd kəsdi onu. Yarım saat elədim. Səliqəli. Amma Öpürəm sizi. axırdı video. Sən dedin kaskaranı, kaskara ilə sizin fərqiniz.